Artıq real biznes son həftələrdə, son aylarda hər kəsin qabağına çıxır və hər kəsdə maraq yaradır ki, real biznes necə olur, necə işləyir, necə yatırımlı və yatırımsız formada pul qazandırır. Bu videoda hər şeyi ətraflı başa salacağım. Son aylarda populyarlaşan real biznes 414 min nəfər oyunçuya və bu 414 min nəfər oyunçudan 1 milyon 860 min dollar çıxarılan pula sahibdir. Və çoxuna maraqlı gəlir ki, bu şirkət uzunömürlüdür, uzunömürlü deyil. Gördüyünüz kimi Real Business şirkətinin gələcək planlarında 2025-in mayında şəhəri böyütmək, trade sisteminin əlavə edilməsi, 2026-cı ilin yanvarında isə şəhərin 3D formaya salınması, yəni planlar çoxdur və Real Business hər dəfə şəhərin genişlənməsi üçün təzə güncəlləmələr gətirir, təzə yeniliklər gətirir. Əgər bu yaxınlıqda bağlansaydı, bu qədər şey üstündə əlləşməzdilər, zaman itirməzdilər, pul xərcləməzdilər. Yəni mənim şəxsi fikrim məntiqlə bu yaxınlarda bağlanmayacaq. Yəni biz yatırımlı da, yatırımsız da hər şəraitdə qabağa düşəcəyik. İndi isə əsas məsələ bu saytın, bu şirkətin necə işlədiyini sizə başa salacağam. Real biznesin işləmə məntiqi müəyyən məbləğdə fərqli binalar alıb, hər fərqli binanın öz aylıq, gündəlik, həftəlik, yəni illik gəlirini qazanmaqdır. Siz təzə qeydiyyatdan keçdikdə, bu arada qeydiyyatdan keçmək üçün şərh bölməsinə link qoymuşam. Sizə gördüyünüz kimi bu kafeni pulsuz verəcək. Bu kafe gəlir burada market bölməsində. Bu kafenin özü elə 5 dollar dəyərindədir. Yəni bu yatırımsız bir şəhərdir. Ətraflıya basdıqda isə bu təkcə bu şəhərin aylıq 1 dollar 77 sent qazandığını görürük. Və yenidən şəhərə qayıtdıqda bu ağacın isə market bölməsində bu ağaca baxırıq 2 dollar bunun qiyməti var. Bunu da sizə Telegram qrupuna qoşulduqda Real Businessin sizə hədiyyə verir. Bunun isə aylıq gəliri 65 sentdir. Bu kafe ilə ağacın aylıq gəlirini topladıqda təbii ki bunlar yatırımsız binalardır. Hardasa aylıq 2 dollar 40 sent edir. Bu da o deməkdir ki, siz 2 aydan biraz çox, yəni 2 ay 5 günə, 2 ay 6 günə yatırımsız şəkildə hər dediyim bu ayda 5 dollar qazana bilərsiniz. Üstəlik gündəlik bonus da var. Gördüyünüz kimi gündə 1, 2, 3, 4, 5, 6 və 7 sent hər giriş eləyəndə gündə verir. Bu da təxmini 28 sent eləyir ki, bu da sizə durduğu yerə hər gün giriş edərək sizin balansınıza gələcək bir məbləğdir. Gəlin sizlərə tanınmışların şəhərlərini göstərim. Məsəl üçün, Amerikalı bir biznesmen var. Belə yazdıqda bu şəhərə daxil olursunuz. Bir dənə bunun şəhərinə baxın siz. Binaları yadda saxlayın və market bölməsində ən aşağı gəldiyimizdə həmin binaların hər birinin 2000 dollar, 1000 dollar dəyərində olduğunu görürük. Və bu binalardan 5-dən, 10-dan çox olduğunu sayarsaq, təxmini mən hesablamışam. Bu biznesmen, Amerikalı biznesmen hər ay 20 min dollardan çox qazanır. Hər ay 34 min manatdan çox qazanmaq bilirsiniz nə deməkdir? Təbii ki, o qədər qazanmaq üçün o yatırım da çox eləyib. Mən demirəm ki, siz o qədər yatırım eləyin. Siz təxmini 20-30 dollar yatırım eləməklə də 2-3 aydan sonra qabağa düşəcəksiniz. Nəysə, sonra bir hamının tanıdığı kafaların da şəhərini göstəreyim. Gördüyünüz kimi, onların şəhəri də bayaqki adamlar heç də geri qalmır. Bunlar da təxmini bir ən azı 10 min dollardan çox qazanırlar aylıq. Onu da deyim ki, Real Business tərəfindən müxtəlif zamanlarda 15%lik endirimlər olur, yüksək gəlirli binaların gəlişi olur. Yəni bunları da dəyərləndirsəz, təbii ki siz daha çox xeyrə düşəcəksiniz. Nəysə, sizə bir nümunə çəkim. Market bölməsinə daxil olursunuz. Tutaq ki, sizin 50 dollar bir büdcəniz var. 50 dollara ən məntiqli iş təbii ki bunu almaqdır. Bu 50 dollarlıq binanı. Bu isə gətirir sizə aylıq 19 dollar. Həmin 50 dollarlıq binanın gəliri, üstə gəlinsin o yatırımsız formada verilən şəhərlərin gəliri aylıq 21 dollar 43 sent eləyir. Bu da sizə 2 ayda 2 vurulsun 42 dollar 86 sent eləyir. Yəni ki, təxmini 2 ay 10 gün falan siz həmin 50 dollarlıq binanın qiymətini çıxardırsınız. Ondan sonra yəni ki, geri qaytarılır o binanın qiyməti və ondan sonra hər ay sizə 21 dollar sizə havadan, sudan gəlir. Oturursunuz, sizə aylıq 21 dollar gəlir. Bundan artıq yəni rahat qazanc ola bilməz.
Real Business şirkətinin verdiyi rəsmi məlumatlara görə bu il, yəni 2025 mayda çox böyük bir dəyişiklik olacaq şəhərdə. Şəhər böyüyəcək və digər oyunçulara şəhəri satmaq və ya almaq, şəhərdə daha doğrusu şəhərdəki binanı satmaq və almaq imkanı gələcək. Ona görə maya bir 2 ay falan var. Siz 2 aya indidən yatırım eləsəz 2 ay neçə günə siz yatırım elədiyiniz pulu geri qayıda bilərsiniz. Ona görə də hələ gec deyil, indi başlayın.